31-ci hissə. Fransanın hazırki kralı keçəldir. Bertrand Russell. Bertrand Russell'ın yeniyetmə yaşlarında əsas marağı seks, din və riyaziyyat idi. Həm də bunlar hamısı nəzəri səviyyədə idi. Kifayət qədər uzun ömrü boyunca birinci marağı ilə bağlı ziddiyyətli, ikinci ilə bağlı aqresiv, üçüncü ilə bağlı isə əhəmiyyətli töhfələr verən bir alim olmuşdur. Russell'ın seksə münasibəti onun üçün problemlər yaratmışdı. 1929-cu ildə nəşr etdirdiyi Evlilik və Mənəviyyat adlı kitabında o, həyat yoldaşına vəfalı olmağın xristiyanlıqla bağlılığını sual altına qoyurdu. Kiminsə buna borclu olduğunu düşünmürdü. O zamanlar bu cür yanaşma insanların təəccüblü baxışlarına səbəb olmuşdu. Bu isə Russell'ı zərrəcə maraqlandırmırdı. 1916-cı ildə Birinci Dünya Müharibəsinin əleyhinə çıxış etdiyi üçün o, Brixton həbsxanasında 6 ay yatmışdı. Ömrünün sonlarında isə bütün kütləvi qırğın silahlarına qarşı beynəlxalq hərəkata çevrilən nüvə tərk silahı kampaniyasının təşkilinə kömək etmişdi. Bu çılğın qoca 1960-cı illərdə bütün ictimai nümayişlərin önündə gedir. 50 il öncə gənc yaşlarında müharibələrə qarşı çıxış etdiyi kimi əsl fəallıq göstərirdi. Onun dediyi kimi, ya insan müharibəni bitirəcəkdi, ya da müharibə insanı. Hələlik bu nəticələrdən heç biri əldə edilməmişdi. Din məsələsində isə o eyni çılğınlığı sərgiləyirdi. Russell'a görə Tanrı gəlib insanlığı xilas etməyəcəkdi. Bizim yeganə nicat yolumuz sağlam düşüncəyə üstünlük verməkdir. Russell insanların dini xurafata uymasının səbəbini onların ölüm qorxusunda görürdü. Din onları bu baxımdan sakitləşdirirdi. Tanrının mövcudluğuna, onun bu dünyada qətillər törədən yaramazları cəzalandıracağına inam onları qismən arxayınlaşdırırdı. Lakin bu bir həqiqət deyildi, çünki Tanrı yoxdur. Və din demək olar ki, həmişə xoşbəxtlikdən daha çox bədbəxtlik gətirir. O, buddizmin digər dinlərdən fərqli olduğunu düşünürdü. Lakin xristiyanlıq, İslam, İudaizm və Hinduizm bəşəriyyət qarşısında xeyli ittihama görə cavab verməli idi. Bu dinlər tarix boyu müharibələrə və insanların əzab çəkməsinə səbəb olmuşdu. Milyonlarla insan qətlə yetirilmişdi. Bütün bunlardan da aydın idi ki, pasifist olmasına rəğmən Russell doğru saydığı ideyalara görə mübarizə aparmağa həmişə hazır idi. Pasifist olsa da, bəzi hallarda, misal üçün 2-ci Dünya müharibəsi zamanı döyüşməyin yeganə çıxış yolu olması fikri ilə razılaşırdı. O, İngilis aristokrat ailəsində doğulmuşdu. Tanınmış nəsildən idi və rəsmi titulu 3-cü Earl Russell idi. Onun aristokrat olması görünüşündən də bəlli olurdu. Parlaq gözləri, amiranə üz ifadəsi və son dərəcə alicənab maneraları onun aristokrat mənşəyini dərhal büruzə verirdi. Hətta səs tembri də cəmiyyətin yuxarı təbəqəsinə aid olduğunu nəzərə çarpdırırdı. Lent yazılarındakı səsi başqa bir əsrin adamının səsini xatırladırdı və həqiqətdə də elə idi. O, 1872-ci ildə doğulmuş həqiqi Viktorian dövrü insanı idi. Ata tərəfdən babası Lord John Russell hətta baş nazir olmuşdu. Bertrand'ın dinə inanmayan xaç atası filosof John Stuart Mill idi. Təəssüf ki, o həyatda heç zaman Mill'i tanıya bilməmişdi. Çünki Russell hələ iməkləyəndə Mill vəfat etmişdi. Lakin bununla yanaşı Russell'a böyük təsir göstərmişdi. Russell'ın Tanrını inkar etməsinin səbəbi Mill'in avtobiografiyasını oxuması olmuşdu. Əvvəllər o, ilk səbəb argumentinə inanırdı. Bu, başqaları ilə yanaşı Thomas Aquinas tərəfindən istifadə edilən nəzəriyyə idi və ona əsasən hər şeyin bir səbəbi var və bu səbəblər zəncirinin ən başlanğıcında, ən başlıca səbəb kimi məhz Tanrı dayanır. Lakin Mill sual edirdi, bəs Tanrını yaradan səbəb nədir? Və bu sayədə Russell ilk səbəb argumentində bir problem olduğunu görürdü. Əgər hər hansı səbəbdən doğmayan bir şey varsa, deməli, hər şeyin bir səbəbi olmalıdır iddiası da yanlışdır. Russell nəyinsə səbəbsiz yerə, yəni sadəcə mövcud olmasına inanmaqdansa, Tanrını yaradan hansısa səbəbin mövcudluğuna inanmağı daha məntiqli sayırdı. Mill kimi Russell da qeyri-adi və heç də xoşbəxt olmayan bir uşaqlıq dövrü yaşamışdı. Çox erkən yaşda hər iki valideyni itirmişdi. Onu böyüdən nənəsi hədsiz sərt və qapalı bir adam idi.
Evdə fərdi müəllimlərdən dərs alan Russell bütünlüklə elmə aludə olmuş və parlaq bir riyaziyyatçı kimi Cambridge Universitetində mühazirələr oxumuşdu. Lakin onu ən çox heyran edən riyaziyyatın niyə məhz dəqiq elm sayılması idi? Nə üçün 2 + 2 bərabərdir 4 idi? Bunun həqiqət olduğunu hamımız bilirik. Amma nə üçün bu məhz həqiqət idi? Bu cür suallar çox qısa bir müddətdə onu fəlsəfəyə aparıb çıxardı. Filosof kimi isə o bir məntiq vurğunu idi. Riyaziyyat və fəlsəfənin sərhədi idi bu elm. Məntiqçilər adətən ideyalarını ifadə etmək üçün simvollardan istifadə etməyi və əsaslandırmanın strukturunu öyrənirlər. O, riyaziyyat və məntiqin bir qolu sayılan dəstlər nəzəriyyəsinə heyran idi. Bu nəzəriyyə bizim bütün düşüncəmizi izah etmək iqtidarında görünürdü. Lakin Russell bu məsələdə böyük bir problemlə üzləşmişdi və o əsl ziddiyyət doğururdu. O, bunu öz adı ilə tarixə düşən paradoksda təqdim etmişdi. Russell paradoksuna dair belə bir nümunə göstərək. Təsəvvür edin ki, bir kənddə yalnız öz üzünü qırxmağı diləməyən, amma başqalarının üzlərini qırxan bir bərbər var. Mən orada yaşasaydım, yəqin ki, o ustaya heç ehtiyacım olmazdı. Çünki üzümü özüm kifayət qədər yaxşı qırxa bilirəm. Və həmin bərbərin yanına getmək mənim üçün artıq xərc olardı. Üzümü özüm qırxmaq istəməyəndə, mən də bu işi həmin bərbərə həvalə edərdim. Bəs bu bərbərin özünün vəziyyəti necə olardı? Axı o, yalnız öz üzlərini qırxmaq istəməyən insanları təraş edirdi. Öz üzünü isə qırxa bilmirdi. Belədə bərbər çıxılmaz vəziyyətə düşərdi. Kənddə öz üzünü qırxmaq istəməyənlər bu bərbərin yanına gedirdilər. Bəs onda bərbərin öz üzünü kim qırxacaqdı? Bu, kifayət qədər ziddiyyətli vəziyyətdir. Eyni şeyin həm doğru, həm də yanlış olmasını iddia etməyə bərabərdir. Paradoks da elə çıxılmaz vəziyyət deməkdir. Russell aşkar etmişdi ki, dəstlər nəzəriyyəsi məhz özünə istinad edəndə paradoks doğur. Oxşar vəziyyətin başqa məşhur nümunəsinə baxaq. Bu cümlə yanlışdır. Bu da bir paradoksdur. Bu cümlənin ifadə etdiyi fikir əgər doğrudursa, onda bu cümlənin yanlış olması lazımdır və o yanlış olarsa deməli deyilən fikir doğrudur. Belə çıxır ki, cümlə eyni zamanda həm doğru, həm də yanlışdır. Lakin bu mümkün ola bilməz. Bu məntiqin əsasıdır. Deməli, ortada paradoksal bir durum var. Bunlar öz-özlüyündə maraqlı məsələlərdir. Onların həlli heç də asan deyil və bu bizə qəribə görünür. Əslində isə Russell üçün bunlar daha böyük əhəmiyyətə malik idilər. Bu o deməkdir ki, bütün dünyada məntiqçilərin dəstlər nəzəriyyəsinin isbatı üçün gətirdikləri əsas ehtimallar yanlışdır. Russell'ın başqa bir marağı da bizim dediklərimizin dünyaya necə təsir etməsi ilə bağlı idi. Hansısa iddianı nəyin təsdiq və ya nəyin inkar etməsini müəyyən etmək olsaydı, bu insan biliyinə əhəmiyyətli bir töhfə sayılardı. Yenə də bu onu maraqlandıran və bütün insan düşüncəsinin arxasında dayanan abstrakt suallar idi. Onun işlərinin əksəriyyəti irəli sürdüyümüz iddiaların əsasını təşkil edən məntiqi strukturun izahına həsr edilmişdi. Ona elə gəlirdi ki, bizim dilimiz məntiqə nisbətən çox da dəqiq deyildir. Adi danışıq dili analiz edilməli, onun əsasında duran məntiq üzə çıxarılmalı idi. Fəlsəfənin bütün bölümlərindəki irəliləyişin əsasında dilin məhz bu cür məntiqi analizinin dayanmasından Russell tamamilə əmin idi. Buraya eyni zamanda daha dəqiq terminlərdən istifadə etmək də daxil idi. Misal üçün belə bir cümləyə baxaq. Qızıl dağ mövcud deyildir. Bu cümlənin doğru olması ilə yəqin hamı razılaşar. Çünki qızıldan ibarət dağ dünyanın heç bir yerində mövcud deyildir. Qızıl dağ ifadəsi hansısa real bir şeyi nəzərdə tutur. Əslində isə biz bunun mövcud olmadığını da dəqiq bilirik. Bu məntiqi baxımından bir tapmacadır. Mövcud olmayan bir şey haqda biz necə mənalı danışa bilərik? Nə üçün cümlə öz-özlüyündə və bütünlüklə mənasız görünür? Avstriyalı məntiqçi Alexius Meinong buna belə cavab vermişdi ki, haqqında mənalı şəkildə düşünə və danışa bildiyimiz hər şey əslində mövcuddur. Onun fikrincə qızıl dağ da mövcuddur. Lakin xüsusi bir formada. O, eyni mövcudluq forması ilə təkbuynuz atın da mövcud olduğunu düşünürdü. Russell Meinong'un düşüncə məntiqini düzgün hesab etmirdi. Bu yanaşma ona çox qəribə görünürdü.
Bu, dünyadakı bir çox şeyin bir formada mövcud olub, başqa bir formada mövcud olmaması demək idi. Russell dediklərimizin reallığa nə qədər uyğun olduğunu daha sadə yollarla izah edirdi. Və bu təsir nəzəriyyəsi adı ilə məşhurdur. Nümunə üçün kifayət qədər qəribə bir cümləyə baxaq. Fransanın hazırki kralı keçəldir. Russellin yaşayıb yaratdığı 20-ci əsrin əvvəllərində Fransada artıq kral yox idi. Fransa bütün kral və kraliçalardan yaxasını hələ Fransa inqilabı zamanı qurtarmışdı. Bəs onda bu cümləyə necə məna vermək olardı? Russellin cavabı belə idi. Bütün adi dillərdəki cümlələrdə olduğu kimi, buradakı məna sadəcə göründüyü kimi deyildir. Problem budur. Fransanın hazırki kralı keçəldir cümləsinin yanlış olduğunu iddia etmək istəsək, onda ən əvvəl Fransada hazırda bir kralın olduğunu və onun keçəl olmadığını deməliyik. Əslində isə nəzərdə tutduğumuz heç də bu deyil. Çünki Fransanın hazırda kralının olmasına da biz inanmırıq. Russellin analizi bu idi. Fransanın hazırki kralı keçəldir kimi iddialar əslində gizli bir məna daşıyır. Fransanın hazırki kralı haqda danışarkən bunun altında gizlənən ideya bunlardır. A. Hazırda Fransanın kralı olan nə isə mövcuddur. B. Fransanın kralı olan yalnız bir şey var. C. Fransanın kralı hər nədirsə o keçəldir. Bu cür mürəkkəb təhlillər Russellə Fransanın hazırki kralı keçəldir kimi bir cümlənin Fransanın hazırda kralı olmasa belə hazırda bir məna kəsb edə biləcəyini sübuta yetirməyə imkan verirdi. Bunlar bir məna kəsb etsə də öz-özlüyündə düzgün bir şey sayılmaz. Meyinongdan fərqli olaraq o Fransanın kralı haqda danışmaq üçün onun hansısa formada mövcud olmasını təsəvvür etmək məcburiyyətində də deyildi. Russellə görə Fransanın hazırki kralı keçəldir cümləsi Fransanın hazırda sırf kral olmadığı üçün yanlış idi. Cümləyə əsasən isə o mövcuddur və kral həqiqətdə mövcud olmadığına görə isə cümlə yanlışdır. Fransanın hazırki kralı keçəl deyil cümləsi də eyni səbəbdən yanlışdır. Russell fəlsəfədə bəzən lingvistik dönüşlə adlandırılan hərəkatın başlanğıcını qoymuşdu. Nəticədə filosoflar dil və onun gizli məntiqi formalar haqda daha dərindən düşünməyə başlamışdılar. Alfred Jules Ayer də bu hərəkatın nümayəndələrindən biri idi.